Düşmən ictimaiyyətinin içində, eləcə də düşmənin ali zabit və idarəetmə orqanlarının içində onları sıradan çıxarılması, məlumatların əldə edilməsi, lazım gələn anda Ermənistan hakimiyyətinə müdaxiləsi prinsipi həyata keçirildi. Cənab Prezident Şəmkirdə San Xidmətinin açılışında gənclərlə görüşdə bu ifadəni gözəl şəkildə qeyd etdi ki, lazım gəldikdə biz Ermənistan ictimaiyyətinə və Ermənistan dövlətə müdaxilə etmə gücümüz var. Bu elə belə bir ifadə deyil. Bu, geri dönüş etsək 92-ci, 93-cü ilə zəif, cılız, məğlub edilmiş Azərbaycanın bugünkü simasıydı. Biz rahatlıqdan bugünə gəlmədik. Biz 1 milyon qaçqının köçürülməsi, onların təmin edilməsi, ordunun yenidən dağılmış, müharibədən çıxmış, dağılmış, bərbad ordunun yenidən qaldırılması, bütün bu böyük mega maliyyələrdən gedir məsələ. Mega maliyyələrdən gedir ki, orduda təsəvvür edin, əgər sənin yüzlərlə raket atan qurğun varsa və hər qurğu 4-5 raket atırsa bir dəqiqədə və hər raketin qiyməti 2 milyondan yuxarıdırsa, siz bu maliyyəni düşünün ki, Azərbaycan dövləti bu müharibənin qələbəsi üçün bu maliyyəni yaratdı və maneələrlə yaratdı. Cənab Prezidentin 44 günlük vətən müharibəsində ikinci ifadəsi var. Mən onun şahidi olmuşam, görmüşəm. Beynəlxalq təşkilatlar bizim ordunun silah və sursatını yoxlayırdılar. Uçuş vasitələri ilə hərbi hissələrin dislokasiya yerlərinə baxırdılar və bizə məhdudiyyət qoymuşlar ki, sizin ərazinizə və əhalinizə görə sizə 200 tank olmalıdır. Eyni say bizdə deyildi Ermənistanda, 3 milyon əhaliyə, onlar da 200 tank qoymuşlar. Yaxşı, 395 tankı biz o zaman hardan vurduq və Cənab Prezident sual verdi. Haradaydı bu qoyduğunuz maneə 400 tank və texnika hardan gəldi? Və lokal antiterrordan yenidən Xankəndidə əldə etdiyimiz 50-yə yaxın zirehli texnikalar və tanklar bir daha göstərir.